İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Xankəndi şəhərinə ilk köç karvanı baş tutub. İlk mərhələdə şəhərə 36 ailə köçürülüb. Qısa formada mən çatdırdım, amma geniş informasiyanı Zeynəb Nadirova qonağı vasitəsilə ötürəcək. Zeynəb, yenidən səni salamlayıram. Buyur, söz səndədir. Çinarə, bir daha salam. Bəli, qaçqınların və məcburi köçkünlərin Dövlət Komitəsindən məlumatımız var və Xankəndiyə ilk köç baş tutub. 2026-cı ildə bu istiqamətdə məlumatımız olacaq. Bu xoş xəbəri təbii ki, elə qurumun rəsmisi ilə birgə çatdıracağıq. Qeyd edək ki, komitənin sədr müavini Fuad Hüseynov yanımızdadır. Nə qədər əhali köçürülüb, neçə ailə köçürülüb, bu ailə istiqamətində neçə nəfər öz doğma yurd yuvasına, Xankəndisinə qovuşub, bu istiqamətdə məlumat verəcək. Eyni zamanda onlar üçün qurulan şəraitlə bağlı da məlumat verəcək. Mən vaxt itirmədən elə Fuad bəydən bu istiqamətdə məlumatları almaq istəyirəm. Fuad bəy, xoş gördük sizi. Gözümüz aydın deyə bilərik. Xankəndiyə ilk köç baş tutdu 2026-cı ilin elə ilk ayında. Bu istiqamətdə bütün detalları sizdən alaq. Həm Xankəndilərin məlumatı olsun, növbəti gedəcək olanların, həm də ki, izləyicilərimiz ümumi olaraq məlumat alsın. Sabahınız xeyir, hamımızın göz aydın, xalqımızın göz aydın olsun. Bugün biz daha bir əlamətlər günü yaşamaqdayıq. Xankəndi şəhərinə ilk köç baş tutdu. 36 ailə, 162 nəfər olmaqla Xankəndiyə qayıdan ilk köç karvanları yola salınıb. Beləliklə, bugünədək artıq 37 yaşayış məntəqəsi olmaqla 8 şəhər, Şuşa, Xocalı, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Ağdam və Xankəndi, 3 qəsəbə və 26 kənd olmaqla 37 yaşayış məntəqəsinə böyük qayıdışa start verilib. Əlbəttə ki, biz bu tarixi, şanlı tarixi bizə bəxş etdikləri üçün ilk növbədə müqəddəs ruhlar qarşısında baş ediyimiz və Allahdan daim rəhmət dilədiyimiz şəhidlərimizə, Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və əlbəttə ki, böyük qayıdışın və tarixi zəfərimizin əsas memarı və müəllifi olan Müzəffər Ali Baş Komandanımıza borcluyuq. Onu da qeyd etmək istərdim ki, böyük qayıdış dövlət proqramı mərhələli şəkildə icra olunur. İlk növbədə ən ağır şəraitdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımıza inzibati binalarda, yataqxanalarda, sanatoriyalarda, başqa vətəndaşlara məxsus mənzillərdə, evlərdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımıza üstünlük verilir və qayıdış məcburi köçkünlərin daimi qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə aparılır. Təbii ki, əminik ki, növbəti aylarda böyük qayıdış proqramı daha intensiv şəkildə həyata keçiriləcək və onu da qeyd etmək istərdim ki, bu günlər Dövlət Komitəsi həqiqətən gücləndirilmiş rejimdə, iş rejimində fəaliyyətini qurur və demək olar ki, hər həftə həm püşkatma tədbirləri keçirilir, həm müxtəlif yaşayış məntəqələrinə, Şərqi Zəngəzur və Qarabağda yenidən tikilən yaşayış məntəqələrinə köç karvanları yola salınır. İşləriniz avand olsun deyirik. Bu gözəl işdə uğurlar arzuluyuruq. Bəli, Çinarə, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad bəy ilə artıq biz Xankəndimizə, Xanın kəndinə ilk köç prosesi ilə bağlı məlumat verdik və bu istiqamətdə köç prosesi davam eləyəcək, deyir Fuad bəy, çünki intensiv şəkildə işlər davam eləyir. Həm dövlət proqramı çərçivəsində Prezident İlham Əliyevin sərəncamına əsasən həmin ərazilərə tez-tez köç baş tutur. Eyni zamanda orada müvafiq qurumların nümayəndələri, işçi qrupu sırf həmin ərazilərin dirçəlməsi və yaşayış komplekslərinin qurulması istiqamətində işlər görür ki, bütün məcburi köçkünlər öz doğma yurd yuvasında məskunlaşsın və Xankəndlilər də bilsin ki, mərhələli şəkildədir bu təbii ki, köçürülmə prosesi və İlkin olaraq kimlərə üstünlük verilir? Bu məlumat da verildi. Ona görə də narahat olmasınlar. Yaxın zamanda onlar da öz doğma yurd yuvalarına qovuşacaqlar deyirik. Hələlik məndən bu qədər bu bağlantıda çalışdım ki, xoş xəbər izləyicilərini diqqətlə çatdırım. Söz yenidən səndə. Təşəkkürümü bildirirəm Zeynəb. Ətraflı məlumatı bizə çatdırdığına görə artıq azad olmuş ərazilərin hər yerinə köç həyata keçirilir. Xankəndiyə də belə bir addım atılıb, yəni Xankəndiyə də daha doğrusu ilk köç karvanı yola salınıb. Hər kəs təbrik edirik. Doğma yurdunuza, evinizə, obanıza qovuşacağınıza ümid edirik və orada həyatınız əvvəlkindən də gözəl olsun. Belə bir arzumuz da var hər birimizin təbii ki.